xəyanətə görə təzminat artıq o bizdə də var. Yəni yeni qərara əsasən 24 dekabr 2000, yəni bu keçmiş xəyanətlərə aid deyil də, artıq bu qərarın özündən dərc edildikdən sonraki münasibətlərə aiddir. Keçən ilin dekabrın 24-dən sonra. Bəli, 24-dən sonra, amma dərc edilməsi də biraz gecikib. Səhv eləmirəmsə fevral ayının əvvəllərində dərc olunmuşdu. Demək, orada necədir məsələ? Ailə münasibətlərinə zidd olduğundan artıq xəyanət olunmuş tərəf, xəyanət edən tərəfi şəxsiyyət hüquqlarının pozuntusu faktı ilə bağlı məhkəməyə müraciət edə bilər. Amma orada əsas bir məsələ var ki, xəyanəti sübut etməlidir. Yəni, bununla bağlı video, foto materiallar olmalıdır. Və yaxud da ki, yazışma olmalıdır. Və yaxud da övladı, başqa nikahdan övladı varsa, yəni qeyri-rəsmi nikahdan övladı varsa, ona dair sənədləri təqdim edə bilər. Artıq yəni xəyanətə uğrayan tərəf, xəyanət edilən tərəfi məhkəməyə verə bilər və şəxsiyyət hüquqlarının pozulması ləyaqət demək institutu çərçivəsində, yəni ləyaqət nə davası aça bilər? Yəni nə mübahisəsi aça bilər ona qarşı? Mənəvi təzminat davası aça bilər. Bəli, mənəvi təzminatla bağlı məhkəməyə müraciət edərək özü müəyyənləşdirəcək məbləği. Məsələn, belə deyək də, amma o məbləğ ağlabatan olmalıdır. Yəni özü müəyyənləşdirəcək deyək, Amerika filmlərindəki kimi 1 milyon məsələsi ortaya çıxmamalı. Məsələn, tutaq ki, o özünə dəymiş mənəvi ziyanı 10.000 manat olaraq dəyərləndirir və yaxud 20.000 manat olaraq dəyərləndirir. Bir də orada onun yaşı, cinsi, onun həssaslıq dərəcəsi, məsələn, orada nə qədər o mənəvi sarsıntıya uğrur. Məhkəməyə müraciət etmə vaxtı da burada önəmlidir. Məsələn, dərhal müraciət edəndə daha çox tutula bilər. Məsələn, gözləyib 5 ildən sonra müraciət edirsə, aydın məsələdir ki, burada axı o şuurda mənfi psixi reaksiyaya səbəb olur. O mənəvi, belə deyək, zərbə, o psixoloji zərbə. Ona görə də əgər vətəndaş vaxtında müraciət eləmirsə, artıq məhkəmənin ona inamı biraz azalır ki, bu əgər buna doğrudan da mənəvi zərbə almışdısa, bu niyə görə daha tez müraciət eləmir və dərhal buna reaksiya vermirdi? Çünki reaksiyadan da çox şey asılır. Reaksiyanın vaxtından da çox şey asılır. Bir nüansı soruşum. Bunun üçün boşanmaq vacibdirmi birinci şərtdə? Yoxsa heç boşanmadan da bunu edə bilərmi? Aydındır. Onunla bağlı qərarda heç bir belə deyək də bir norma təsbit olunmasa da, mənim fikrimcə burada boşanma önəmli olacaq. Niyə görə? Çünki sən boşanmırsansa, sənə xəyanət edə boşanmırsansa, sən bunu artıq daxilən qəbul etmiş sayılırsan. Ona görə də mənim yəni məntiqi düşüncəmə əsasən, yəni bu məntiqi analizimə əsasən, burada boşanma mütləq şəkildə olmalıdır ki, artıq mən bu insanı qəbul etmirəm. Çünki bu mənə xəyanət edib. Xəyanət edibsə artıq mən bundan bütün bağlarımı qopartmalı və mənə vurmuş mənəvi ziyanı ondan tələb etməli və yenidən sıfırdan öz həyatıma başlamalıyam.